Salam hörmətli izləyicilərimiz, xoş gördük sizləri Masazır qəsəbəsində, Əliyev Vahid prospektində əsas prospekt yolun üzərində yerləşən 4 mərtəbəli binanın 4-cü mərtəbəsində mansard deyil, qanuni mərtəbəli bina evdir, mənzildir. 50 kvadrat yaşayış sahəsindən ibarət olan mənzilimiz satışa çıxıb, mənzilimiz təmirlidir, kiçik toxunuş işlərimiz qalıb. 2 otağa çevrilmiş 50 kvadrat mənzilimizin qiyməti təcili olaraq Masazırda bu cür qiymətə ev yoxdur sözsüz. 49.000 manatdan satışa çıxıb, real müştərilərə çox cüzi endirim olunacaq. Alıcının da heç bir xərci çıxmayacaq. Mənzildə su, işıq, internet, telefon mövcuddur. Mərkəzi kanalizasiya və qaz xətti isə hal-hazırda İşlər gedir təchizatı ilə bağlı. Yaxın günlər ərzində qazın təminatı veriləcək, bina qazla təmir olunacaq. Əsas prospekt yola baxır, yolun üzərinə baxır, hörmətli izləyicilərimiz. Bəzi kiçik toxunuş işlərimiz qalıb, demək olar ki 99% işlər yekunlaşıb. Sadəcə yaşayış olmadığından bax belə bir işlər qalıb, onlar da xırda bir detalda onları təmir eləmək asandır. Bu evin salon hissəsi istəsəz yataq otağı da eləyə bilərsiniz. Vitraj böyük, pəncərəsi. Bu bir otaq 50 kvadrat yaşayış sahəsindən ibarətdir. Çox geniş ev və bir malik evdir sahəyə. Bu yataq otağı hörmətli izləyicilərimiz. Pəncərəsi şəhər istiqamətinə baxır yenə olduğu kimi. Bu evimizin sanitar qovşaq hissəsi, həm hamam otağı, həm sanitar qovşaq hissə bir yerdədir. Aksesuarlar qoyulub, heç bir xərdiniz çıxmayacaq. 49.000 Masazırda demək olar ki, belə bir ev yoxdur. Arası 900, belə deyək də, 950 manata, 990 manata düşən bir evdir. Hətta Masazırda bu qiymətə təmirsiz ev tapmaq belə mümkün deyil, hörmətli izləyicilərimiz. Mətbəx görürsünüz, qaz xətti, su xətti, kanalizasiya xətti qoyulubdur. Burada mətbəx arası mebel qoyulub. Sadəcə yataq otağı, bir zal, bir də mətbəxdə belə oval formasında bir şey yaranıb. O da ki, binanın dam örtüyü ilə əlaqəli olan bir şeydir. Geniş ev, çox geniş ev. Bunu alıb rahatlıqla içinə bundan sonra alsaz 49.000 manata satışa çıxıb. Real müştərilərə təbii ki, yenə endirim olunacaq. Alqı-satqı müqavilə haqqı alıcı tərəfdən yox, satıcı tərəfdən ödəniləcək. Alıcının heç bir xərci çıxmayacaq. Bu evi alıb 4-5 min əşya qoysaz, bunu rahat 350 manata kirayə vermək olar. Padmayak qiymətindən də aşağıdır. Masazırda 1150-1200-dən aşağı padmayak bina yoxdur. Amma bu ev təmirli vəziyyətdə 990 manata düşür kvadratı. Çox super təmirdə olunub, hər bir şey. Qapı bahalı qapıdır. Çox gözəl ev, hörmətli izləyicilərimiz. Diqqətlə videomuza baxın. Kim belə əlim yandı ev axtarmaq, almaq istəyirsə buyursun. Bizə, bizim kanalımıza, bizim ofis mərkəzinə müraciət eləyə bilər. Mən hər şeyi açıq formada sizlərə izah etdim. Diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.